Bəli, qardaş, kiçik şirk böyük günah sayılır. Baxma ki, şirk özlüyündə iki hissəyə bölünür. Böyük şirk və kiçik şirk. Və lakin hər ikisi də böyük günahdır. Və kiçik şirk də böyük günahlardandır. Və hətta kiçik şirk, şirk olmayan digər böyük günahların bir çoxsundan da daha ağırdır. Ona görə nəql edirlər ki, alimlərdən birisi olur, öz tələbələrinə Şeyx Muhammed ibn Abdülvahhab rahiməhullahın Kitab-ı Tevhidindən daimə dərs deyir. Yəni kitabı qutarır, yenidən başlayır, qutarır, yenidən başlayır. Və bir gün tələbələrindən biri və bir neçəsi ona deyir ki, Şeyx, əlhamdülillah biz artıq Tevhidi öyrənmişik, olarmı başqa bir kitaba keçək, bizə o kitabdan dərs deyəsiz. Artıq Tevhid haqqında bizdə yetəri qədər məlumat, bilgi və elm var. Və şeyx, müəllim heç nə demir və səhərsi gün gəlir öz tələbələrinə deyir ki, qonşuluqda birisi, yəni ibadət əhli birisi zinə edib. Zinə edib və səhv etmirəmsə orada qeyd edir ki, öz anası ilə. Allahu ələm, tam dəqiq yadımda deyil. Hər bir halda yəni zinə edib. Və buna eşidən tələbələr təəccüblənirlər. Deyirlər, subhanallah, yəni necə də böyük bir günaha girib. Yəni özünü bədbəxt və zəlil edib. Və səhərsi gün, ondan sonrası gün, növbəti gün, müəllim yenə də dərs əsnasında zikr edir ki, qonşuluğunda bir nəfər Allahdan qeyrisinə and içir. Və biz də bilirik ki, Allahdan qeyrisinə and içmək kiçik şirkdir. Və tələbələrin buna güclü bir reaksiyası olmur. Yəni deyirlər ki, yəni Allahdan qeyrisinə and içib, yəni Allah bağışlasın onu və s. belə. Və müəllim onda onlara unutmayacaqları bir ibrət verir və deyir ki, dünən mən sizə kiminsə zinə etməsini deyəndə təəccübləndiniz, dəhşədə gəldiniz və lakin bugün deyirəm ki, kimsə Allahdan qeyrisinə and içib, heç bir reaksiya, heç bir təəccüb, dəhşət hissi bürümədi. Və orada şeyx onlara deyir ki, halbuki Allahdan qeyrisinə and içmək kiçik şirk olsa belə, digər şirk olmayan böyük günahlardan daha betər, şiddətli və ağır bir məsələdir. Və onlara bir növ dərs verir və göstərir ki, doğrudan da siz hələ Tevhidi haqqı ilə öyrənib fəhm edə bilməmisiniz. Yəni, bəli, kiçik şirk böyük günahlardan sayılır.